prosesə din xadimlərimiz nə qədər cəlb edilərsə, bu iki istiqamətdə çox önəmli olar. Həm insanlarımız, xüsusilə gənclərimiz dini radikalizmdən qorunmuş olar. Göyçayda dini qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə milli mənəvi kimlik və müasir çağırışlar mövzusunda regional konfrans keçirilib. Tədbirdə Dövlət Komitəsinin və Göyçay rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edib. Konferansın əsas məqsədi milli mənəvi kimliyin cəmiyyətin təməl dəyəri kimi önəmliyi vurğulamaq, gənc nəslin milli dəyərlərə bağlılığını gücləndirmək, müasir dövrün sosial, mədəni və ideoloji çağırışlarına dair müzakirələr aparmaqdır. Konfrans iştirakçıları milli kimliyin qorunması, onun inkişafı ilə bağlı təklif və tövsiyələrini bölüşüblər. İstər dövlət-din münasibətlərinin tənzimlənməsi, istərsə milli mənəvi dəyərlərimizin təbliği, istərsə din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi, istərsə də məzhəbçilik və dini radikalizmlə mübarizə çərçivəsində din xadimlərimizi, eyni zamanda bu sahədə çalışan insanlarımızı maarifləndirməkdən ibarətdir. Və bu məqsədlə də regional konferansda Göyçay rayonu da daxil olmaqla ətraf rayonlardan olan din xadimlərimiz, o cümlədən dini icma sədrləri, din xadimlərimiz dini icma sədrləri ilə yanaşı, aktiv din xadimlərimizlə yanaşı, aktiv dindarlarımız, eyni zamanda ziyalılarımız iştirak edir. Və burada konferansımızı məqsədli şəkildə panellər formatında təşkil eləmişik. Panellərdə əsas iştirakçılar isə Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri, eyni zamanda İlahiyyat İnstitutunun hətta rəhbərliyi də təmsil olunur. Demək olar ki, Azərbaycanda bu sahədə əsas mütəxəssisləri biz regional konferanslarımızın hamısını, o cümlədən də bugün Göyçayda keçirdiyimiz regional konferansa cəlb etmişik. Və onu da qeyd edeyim ki, regional konferansımız, indiyə qədər keçirdiyimiz regional konferanslarımızın adları müxtəlif olub və bu da səbəbsiz deyil. Çünki biz hər bir konferansımızı keçirdiyimiz regional ərazimizin, regional bölməmizin, oradakı rayonlarımızın din nöqteyi nəzərdən xüsusiyyətlərini nəzərə almaqla təşkil edirik. Harçı bölgəmizdəki məsələn, radikalizmlə bağlı məsələlər daha aktualdır. Orada radikalizmi həsr etmişik. Harda, hansı bölgələrimizdəki məzhəbçiliklə bağlı məsələlər aktualdır, məzhəbçilik mövzusuna həsr etmişik. Bugünkü Göyçay şəhərində keçirdiyimiz regional konferansın da mövzusu milli mənəvi kimlik və müasir çağırışlar adlanır. Bu da təsadüfi seçilməyib. Bugün əsas din sahəsində qarşımıza qoyduğumuz hədəflərdən biri məhz milli mənəvi dəyərlərimizin, onu milli kimliyimizin tərkib hissəsi kimi cəmiyyətə təbliğ edilməsindən, bu zaman din xadimlərinin imkanlarından daha geniş istifadə edilməsidir. Biz düşünürük ki, məhz milli mənəvi dəyərlərimizin təbliği ilə dolayısıyla dövlətçiliyimizin güclənməsi deməkdir. Eyni zamanda bu həm də milli mənəvi dəyərlərimiz, milli kimliyimizin təbliği, milli kimliyimizin gücləndirilməsi deməkdir. Tədbir çərçivəsində ənənəvi dini mühitə təhdidlər və mübarizə yolları, milli mənəvi dəyərlərin qorunması və cəmiyyətə çatdırılmasında din xadimlərin rolu mövzusuna uyğun olaraq panellərdə fikir mübadiləsi aparılıb. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.